Amerika Birləşmiş Ştatlarının nüfuzlu ali təhsil ocağı olan Harvard Universitetində baş verən dəhşətli hadisə ölkə miqyasında rezonans doğurub. Belə ki, universitetin tibb məktəbinə məxsus morqun keçmiş müdiri Cedric Lodge insan qalıqlarını uğurlayıb satmaqda təqsirli bilinir. 57 yaşlı Cedric Lodge'nin 2018-2023-cü illər ərzində Harvard tibb məktəbinin morqunda çalışarkən dəfələrlə meyitlərdən beyin, baş, dəri, sümük və digər qalıqları uğurladığı məlum olub. İddialara görə bu bədən hissələri Harvardda elmi tədqiqat və tibbi təhsil məqsədi ilə könüllü şəkildə bağışlanmış şəxslərə məxsus olub. Lodge həmin hissələri morqda tədris və araşdırma üçün istifadə etdikdən sonra uğurlayaraq satıb. Federal prokurorluq bildirir ki, Cedric Lodge insan qalıqlarını poçtla müxtəlif alıcılara göndərib və bu qanunsuz fəaliyyətdə həyat yoldaşı Dennis Lodge də ona yardım edib. Həmçinin bildirilib ki, Pensilvaniya ştatında yaşayan bir kişi 3 il ərzində Dennis Lodge'yə PayPal vasitəsilə ümumilikdə $37.000-dan çox pul ödəyib. Ödəniş qeydlərində baş nömrə 7 və Brains kimi qeydlər yer alıb. Hadisə ilə bağlı digər detallarda vurğulanır ki, Massachusetts ştatında yaşayan bir qadın Lodge'dən insan dərisi alıb. O morqa gələrək şəxsən 2 ədəd parçalanmış insan üzü də götürüb. Cedric Lodge artıq öz günahını etiraf edib və onun barəsində hökm verilməsindən əvvəl Amerika Birləşmiş Ştatları probasiya xidməti tərəfindən əlavə araşdırma aparılacaq. Onun həyat yoldaşı Dennis Lodge isə ötən ilin aprel ayında eyni ittiham üzrə günahını qəbul etsə də hələ də cəza almayıb.